Salam, hər vaxtınız xeyir. Bu videoda sizə Balakəndə satışa çıxarılan torpaq sahəsini nümayiş etdirmək istəyirəm. Gəlin sahəyə yaxından tanış olaq. İlk olaraq qeyd edim ki, təqdim etdiyim torpaq sahəsinin mövzusu 22 sotluq təşkil edir. Torpaq həm bütöv şəkildə, həm də hissəyə uyğun olaraq hissəyə satıla bilər. Hər bir hissə üçün ayrıca qapı qoymaq imkanı mövcuddur. Yəni alıcı istədiyi kimi öz şəxsi girişini yarada bilər. Torpaq sahəsinin içində köhnə bir ev də var həmçinin. Bu evi istəsəniz təmir edib istifadə edə, istəməsəniz də rahatlıqla söküb öz layihənizə həyata keçirə bilərsiniz. Əsas dəyər torpaq sahəsi üzərindədir. Ərazinin ən böyük sünilərdən birisi onun tam infrastrukturu olmasıdır. Burada qaz xətti, işıq xətti və su xətti mövcuddur. Torpaq alındıqdan sonra kommunal məsələndə heç bir əlavə xərc və ya problem yaşanmayacaq. Sənədləşmə tərəfdə tam qaydasındadır. Alqı-satqı üçün bütün sənədlər mövcuddur. Gəlin yerləşməyə baxaq. Torpaq rayon mərkəzinə cəmi 4-5 dəqiqəlik məsafədə yerləşir. Yol isə, yəni torpaq sahəsinin önündən keçən yol isə tam asfaltlı formadadır. Ərazi rayon mərkəzi ilə Qullar kəndi arasında yerləşən sakit, təmiz və nəfəs alan bir zonadadır. Qoşulda yaşayan insanlar da sakit və problemsiz insanlardır. Və ən vacib məqamlardan biri isə qiymət. Rayon mərkəzində torpağının sotuğu 6-7 min AZN civarındadır. Bu torpaq isə mərkəzə yaxın olmasına baxmayaraq sizə cəmi 2500 AZN təklif olunur. Yəni bazardan xeyli daha ucuz qiymətə dəyərli bir ərazi əldə etmiş olursunuz. Əgər bu torpaq sahəsi ilə maraqlanırsınızsa və daha ətraflı məlumat əldə etmək istəyirsinizsə, videonun təsvir hissəsində qeyd etdiyim əlaqə nömrələri ilə rahatlıqla əlaqə saxlaya bilərsiniz.